Ver. Salam aleyküm Elman əmi. Elman əmi, bəzi bu insanlar var. Deyirlər ki, namaz qılmağa vaxtımız yoxdur. Bu bəzi namaz qılanlar da var ki, deyirlər ki, əşi, gah qılırıq, gah qılmırıq. Yəni, vaxtında namazlarını qılmırlar. Sübh namazına çox tənbəlliyə dururlar və yaxud da durmurlar. Bunlara tövsiyəniz nə ola bilər Elman əmi? Tövsiyəm odur ki, qardaş, sən namaz qılmağa vaxtım yoxdur deyənlər, kaş ki bu cümlənin nə qədər təhlükəli cümlə olduğunu dərk eləyərdilər. Əgər bir insanın həyatında huzurla qılınan namaz varsa, o insanın həyatında demək olar ki, hər şey var. Hətta o insan hər şeyini itirsə belə. Əgər bir insanın huzurla qıla biləcəyi namazı yoxdursa, o insanın hər şeyi olsa belə, elə bil ki, o insan kasıbdır. Bir çox şeydən məhrumdur, bir çox şeyini itirir. Aydındır. Və bir də görürsən ki, insanların bir çoxu yeməyə, içməyə, əyləncəyə, işə, gücə və s. digər məşğuliyyətlərə vaxt tapır. Amma Allaha ayıracaq demək olar ki, vaxt tapmır. Bu da nə deməkdir? Allahı vaxt ayrılası əməllərin siyahısında ən sona qoymaqdır. Yəni, bu təhlükəli bir şeydir əslində. Allah Teala Quran-ı Kərimdə buyurur ki, vay olsun o namaz qılanların halına ki, onlar namazlarında səhlənkardır. İndi sən fikir ver, Allah Teala namaz qılmayanları demir ha. Namazlarında səhlənkarlıq eləyənlərə qarşı vay deyir. Görün, namaz qılmayanların halı necə olar? Yəni, bu həddən artıq bir təhlükəli bir ayədir. Namaza səhlənkar yanaşanlar üçün. O ki, qaldı, gah qılıb, gah qılmayanlar üçün və yaxud özünə müsəlman adı verib, namazdan uzaq qalanlar üçün. Amma ən pisi də bilirsiniz nədir, qardaşlar? Siz dedi ki, Allahı siyahıda ən axıra qoymaqdır da, yəni axşam da olsa gəlir qılır. Amma ən pisi də odur ki, insanın o siyahısı var, ha, gündəlik siyahısı, işdir, gücdür, əyləncə, digər şeydir. O siyahıda axırda da olsa Allah yoxdur. Yəni, axşam da olsa gəlib namazını qılmır, qəza da olsa gəlib qılmır. Ona görə də bəzi İslam alimləri namazın yoxluğunu imanın yoxluğuna əlaqələndiriblər. Bu məsələnin də alimlər arasında ixtilaf olması ən azından namaz qılmayan bir müsəlman üçün kifayət qədər ciddi bir təhlükə olduğuna işarədir. Yəni, bir müsəlman bu ixtilafı görəndə alimlər arasında namaz qılmayan müsəlmandır və yaxud kafir, ən azından onu düşündürməli ki, bu məsələ gör nə qədər əzəmətli, təhlükəli məsələdir ki, namazın varlığı, yoxluğu imanın varlığı, yoxluğu ilə müqayisə olunur. Yəni, bugün bir çox insanlar görürsən ki, Allah var deyir, amma Allah yox kimi yaşayır. Yəni, Allahın varlığı o insanın həyatında hiss olunmur. İmanın varlığı o insanın həyatında ciddi şəkildə hiss olunmur. Söhbət müəyyən əməllərdən getmir. Yəni, müəyyən əməllər var ki, görürsən ki, hətta Allaha inanmayan insanlar belə müəyyən yaxşılıqlar eləyirlər. Yəni, insanın daxilindən gələn yetimlərə əl tuturlar, kasıblara əl tuturlar, heyvanlara mərhəmət göstərirlər. Amma bu əməllər imanla birləşəndə insanın axirətinə fayda verir. İmanla birləşməyəndə insanın axirətinə yəni, heç bir faydası toxunmur. Ona görə hər bir müsəlman çalışmalıdır ki, bu məsələyə diqqətli yanaşsın, qardaş. Allah bizə işdə faydalanlar. Allah razı olsun. فريت من اتخذ إلهه هواه وأضله الله على علم وختم على سمعه وقلبه وجعل على بصره غشوة فمن يهديه من بعد الله أفلا تذكرون